Füyuzat məcmuəsinin 6-cı sayının üz qapağında bir müəllifin fotosu verilir. Həmin sayda Əli bəy Hüseynzadə bu şəxs haqqında geniş məlumat verir. Məcmuənin 25-ci sayında isə eyni şəxsin Osmanlı kadetləri və Ermənilər adlı yazısını oxuyuruq. Kimdir bu şəxs? Türk siyasətçi Midhat Paşanın oğlu Əli Heydər Midhat bəy atasının ilk sədr-əzəmlik illərində 1872-ci ildə İstanbulda dünyaya gəlib. Hələ oğlu olmazdan öncə Midhat Paşa bir yuxu görür. Yuxuyozanlar ona bir oğlun olacaq, adını Əli Heydər qoyarsan deyirlər. Midhat Paşa Osmanlı Sultanı Əbdüləziz dövründə sədr-əzəm olmuş. Daha sonra isə 5-ci Muradın taxtdan indirilib, 2-ci Əbdülhəmidin taxta keçirilməsində böyük rol oynamışdı. Buna baxmayaraq, Sultan və onun ailəsi hər zaman Paşaya ehtiyatla yanaşmışlar. Əli Heydər bəyin xatirələrindən məlum olur ki, o hələ uşaq ikən 4 yaşında 2-ci Əbdülhəmidin dəvəti ilə anası ilə birgə saraya gedir. Lakin sarayda bu ailəyə qarşı olan münasibət hələ uşaq olan Əli Heydər bəydə xoş təəssürat yaratmır. Baş verən siyasi hadisələr, Paşanın sədr-əzəmlik illərində dövlət işlərindəki tərsliklər nəticəsində Padşah 2-ci Əbdülhəmid 1877-ci ildə Midhat Paşanı sədr-əzəmlikdən azad edərək onu və ailəsini xaricə sürgünə göndərir. Midhat Paşa ailəsinin Parisdə yaşadığı illərdə Əli Heydər Midhat bəy də tez-tez Paşanın dostları, İngiltərə şahzadəsi 7-ci Edward və Hollandiya şahzadəsi Doranjla görüşlərində iştirak edərmiş. Hətta bu görüşlərin birində Kraliça Viktoriyanı da gördüyü Əli Heydər bəyin xatirələrindən məlumdur. Parisdən sonra London, ardınca isə Şotlandiyada bir müddət yaşadıqdan sonra Krit adasına gəlməsinə icazə verilən Paşa Suriya valisi təyin edilir, lakin İstanbula ayaq basması qadağan edilir. Bundan sonra isə İzmir valiliyinə təyin edilir. Bu əsnada sui-qəsdlə üzləşir. Fransa səfirliyinə sığınır, 3 gün sonra hökumətə təslim olur. Paşa Sultan Əbdüləzizin qətlində mühakimə edilərək Ulduz məhkəməsinə çıxarılır. Məhkəmə qərarı ilə edam cəzası alsa da, padşahın əmri ilə ömür boyu həbsə məhkum edilir. Ərəbistanın Taif qalasına sürgünə göndərilən Paşa 3 il burada qaldıqdan sonra qala mühafizəkarları tərəfindən 1884-cü ilin may ayının 8-də qətl edilir. Bütün bu hadisələr, atasının öldürülməsi Əli Heydər bəydə Sultan II. Əbdülhəmid hakimiyyətinə qarşı qərəz oyadır. Öz ana dilini belə məktəbdə öyrənməyə icazəsi olmayan Əli Heydər bəy də ölkəni tərk edir. Əli Heydər bəy təhsilini Beyrutda tamamlayır. 1902-ci ildə Parisdə keçirilən 1-ci Jön Türk konferansına qatılır. Həyatının böyük bir hissəsini ölkə xaricində keçirən Əli Heydər Midhat bəy, ikinci məşrutiyyətin elanından 2 ay sonra heç kimə xəbər vermədən Parisdən İstanbula qayıdır. İstanbulda gördüyü siyasi mənzərə onu narahat etməyə başlayır. Əbdülhəmidin dəvəti ilə saraya gedərkən atasının qatili ilə görüşəcəyi fikri onu tərk etmir. Sultan Paşanın ölümünə xarici qüvvələrin səbəb olduğunu desə də, Əli Heydər bəy Sultanın dediyi heç bir sözə inanmır. Sultan onu dəfələrlə əyan təyin etmək istəsə, Madrid və London səfiri təyin etmək istəsə də, Əli Heydər bəy hər dəfə bu təkliflərdən imtina edir. Mətbuatda yazılarla çıxış edən Əli Heydər bəy siyasətə ilk addımlarını atır. 1908-ci ildə bitərəf kimi seçimlərə qatılsa da müvəffəq ola bilmir. Lakin 1914-cü ildə Divaniyyə məbusu kimi Məclis-i Məbusana üzv seçilir. Məclis-i Məbusanın bağlanmasından sonra isə İstanbulda qalaraq İngiltərəpərəst bir siyasi xətt tutur. Bu səbəbdən də Cümhuriyyət qurucuları ona soyuq davranır. O, 1935-ci ildəki seçkilərdə bitərəf kimi məclisə daxil olmağa çalışmış, lakin müvəffəq ola bilməmişdir. Siyasətçi Əli Heydər Midhat bəy 1946-cı ildə vəfat etmişdir.